Başla. Hı hı. Başla. 21-25. Baxaq 21 nömrəli suala. Yəqin ki 21-ə qədər sual yoxdur. 21-ci suala baxaq. 21-ci sualda baxırıq ki, A dairə B. 2A üstəgəl 4B-dir. A 3 bucaq B, 3A üstəgəl 2B-dir. Bizdən aşağıdakı ifadənin qiymətini istəyir. Demişdik ki, birinci mötərizələrin içini həll etmək lazımdır. Yəni 2 3 bucaq 3-ü A-nın yerinə 2 yazmalıyıq. A bərabərdir 2, B bərabərdir 3-ə. Gətirək yazaq yerinə. Bu da bizə verəcək 3 vurulsun 2 üstə gəlinsin 2 vurulsun 3. O da bizə 6 üstə gəl 6 verəcək bizə 12 cavabı. İndi mötərizənin cavabı oldu 12. 12, 3 bucaq yenə. İndi bu dairəni hesablayaq. 3 dairə 2. Bu səfər gəlirik dairə operatoruna. A-nın yerinə 3, B-nin yerinə 2 yazırıq. Olacaq 2 vurulsun 3 üstə gəlinsin 4 vurulsun 2. 6 üstə gəlinsin 8 bərabərdir 14-ə. İndi 12, 3 bucaq, deməli 14-ə hesablamalıyıq. Ortada 3 bucaq operatoru varsa, deməli biz qayıtmalıyıq yenidən 3 bucağa. 3 bucağımızı silək. İndi görürəm ki, A-nın yerinə 12 yazılıb. B-nin yerinə 14 yazılıb. B-nin yerinə 14 yazırıq. Olur 3 vurulsun 12 üstə gəlinsin 2 vurulsun 14. 2 vurulsun 14. 3 vurulsun 12 bizə verir 36-nı. 36. Üstə gəlinsin 2 vurulsun 14 28. 36-nın da üstünə 28 gəldikdə bizə verəcək 64-ü. Doğru cavab olur A variantı. Aydın oldu hamıya. Bəli, müəllim, aydındır. Çox sağ olun. Aha, sonra neçə nömrəli sual idi? 25. 25 nömrəli suala baxaq. Bu səfər görürük ki, 4 3 bucaq 2-ni istəyir. Yenə mötərizənin içindən başlayaq hesablamağa. A-nın yerinə 4, B-nin yerinə 2 yazırıq. Olur 4-ün kvadratı. Üstə gəlinsin 2-nin kubu. 4-ün kvadratı bizə verir 16. 2-nin kubu 8, 16 üstə gəl 8, 24. Deməli, yazıram aşağıda 24 ulduz. İndi 5 ulduz 2-ni hesablayaq. A-nın yerinə 5, B-nin yerinə 2 yazmalıyıq. O da bizə verəcək 5 çıxılsın 2-nin kvadratı. 3-ün kvadratı 9. Biz deməli hesablamayaq 24 ulduz 9-u. Yəni qaydırıq yenidən ulduza, ulduzun önünü təmizləyək. Yenə A-nın yerinə 24, B-nin yerinə 9 yazaq. Olacaq neçə? 24 çıxılsın 9-un kvadratı. O da bizə 15-in kvadratı. 15-in kvadratı da 225 olur. Doğru cavab olur B variantı. Aydın oldu. Bəli, müəllim, aydın oldu. Çox sağ olun. Bir də son olaraq ən aşağıda 26-cı sual var. Açıq sual. Ona da baxaq. 26 bu sual. Bəli, bəli. Aha, bu suala da baxaq. Demişdik ki, bu sualı həll etmək üçün nə edirdik? X, Y deyirdik. Buna X deyirdik, buna Y. X-i tapmaq üçün X bərabərdir. A üstə gəl. B üstə gəl. 2 çıx 2 Y. Y tapırdıqsa Y bərabərdir. B-lərlə A-ların yerini dəyişdirirdik. B üstə gəl. A üstə gəl. 2 çıxılsın 2x. Bu sistem tənliyi həll etmək lazımdır. Və bu sistem tənliyi bizə nə x maraqlı idi, y x maraqlı idi demişdik. Əvvəl 3-lə 4-ü aparaq yazaq yerinə. A 3-dür, A 3, B 4. İndi x bərabərdir
3 üstə gəl. 4 üstə gəl. 2 çıx. 2y. Y də bərabərdir. Y bərabərdir. 4 üstə gəl. 3 üstə gəlsin. 2 çıxılsın. 2x. Sistem tənliyi alaq yenə. X bərabər olur. 3, 4, 2-nin cəmi. 9 çıx. 2. Y. Y də bərabər olur. 9 çıx. 2 x-a. Burada da y aparıb əvəz edirəm. Burada yerində. Buradan davam edirəm. X bərabərdir. 9 çıxılsın. 2. Y-in yerinə yazacağım. Y-in ifadəsini. Yəni 9 çıxılsın 2x-i. 9. 9 çıxılsın 2x. Y əvəz elədim yerində. Çünki x-i tapıram. X da bərabərdir. 9 çıx. 2 vur 9. 18. Mənfini mənfiyə vuranda müsbət 4x. Müsbət 4x bu tərəfə keçəndə olacaq. Mənfi x çıxılsın 4x bərabərdir. Mənfi 9-a. Oradan da alınır mənfi 3x bərabərdir. Mənfi 9-a. X-a bərabərdir. Mənfi 9-u mənfi 3-ə böləndə 3. Doğru cavab olur 3. Aydın oldu. Bəli, müəllim, çox sağ olun. Sonra sualı olan var başqa? Məndə yoxdur. Heç kəsin sualı yoxdur deyəsən. Onda mən sizə 5 suallıq quiz atıram. 3 dəqiqədə vaxt verirəm. Onları işləyin, yeni mövzuya baxaq. PDF attım qrupa. Daxil olun. 5 dənə sualdır. Hamı daxil ola bildi? Materi oxur. Abi ya hiçbir şey altı çıkıyorsun. Neyse. 318 516 şu altı nerede şu altı altı altı
Bitirenler var yoldaşlar. Mən bitirdim. Tamam. Ben de bitirdim ben. Tamam. Onu cevaplarını atıram. Müəllim, 5-ci suala baxa bilərik. 5-ci sual. Yoldaşlar, hamı işlədiklərini yoxlasın, baxaq suallara. Məndə səhv yox. Əla, mükəmməl. Bende de sınıf yoktu benim. Kimlərdə idi o səhv olmayanlar? Görə bilmədim adlarını. Elvira. Elvira, bir də Günay. Günay xanım. Əla, təbrik edirik. Yaxşı, baxaq. Yoxladı hamı? Yaxşı. Birinci, ikinci, üçüncü sualdan sual var. Sual yoxdur yəqin ki. Dedilər 5-ci suala baxaq. Baxaq 5-ci suala. 5-ci sualda. İndi bir-bir mötərizələrin için həll eləsək. 64, damla operatoru 5. Gəlirik hara? Damla operatoruna. Görürük A-nın kubunun yerinə 64 yazıb. Biz də yazacağıq A-nın kubu bərabərdir 64-ə. İndi fikirləşirik 64 nəyin kubudur? 4-ün. Yəni A-nın yerinə yazmalıyam 4. İndi görürəm kök altda B-nin yerinə yazıb 5. Kök altında B bərabərdirsə 5-ə. Hər iki tərəfi yüksəldərəm kvadrata. Deməli, onda B bərabərdir 25-ə. Kökün altında 25-dən 5 çıxır. A-nı 4, B-ni 25 tapdımsa gətirib düsturda yazıram yine. 2 vurulsun. 2 üstə gəlinsin. 25. 2 yox, 4. 4 tapdıq. Niyə 2 yazırıq? 4 yazaq. A-nı 4 tapdıq, 4 yazaq. 4 üstə gəlinsin. 25. 2 vurulsun. 29 bərabərdir 58-ə. Sonra indi üçbucaq operatorunun cavabını tapaq. 2A bərabərdir yazacağıq 12. 2A bərabərdir 12-yə. A da bərabərdir 6-ya. B bölü 2 bərabərdir 3-ə. B bölünsün 2 bərabərdir 3-ə. B bərabərdir 2-ni vuram 3-ə. Olur 6. 6 bölü 2 3 eləyir. Deməli, A da 6-dır, B də 6-dır. 3 vurulsun 6 çıxılsın 6. 6 çıx 6 0 eləyir. 3-ü də 0-a vuranda 0. Burada da bizdən 58 çıxılsın 0. Yəni doğru cavab olaraq 58 istəyirdi. Yəni doğru cavab olacaq B variantı. Aydın oldu hamıya. Yəni, Aha.
4-ü də baxa bilərsiniz zəhmət 4'e de olmasa. baxa bilərik, bəli. Baxaq 4'e. İndi baxırıq. A'nın yerinə nə yazılıb? 15. Yəni A bərabərdir 15'e. 5 də gəl 7 bərabərdir. Bərabərdir 10'a. B də bərabərdir 10 çıx 7. 3. İndi bizdən cavabını istəyir. A'nın yerinə 15. Vur. 3. B'ni 3 tapdı. Bölünsün 3. 3'lər də gedir ixtisar. Doğru cavab nə qalır? 15. Yəni A variantı. Aydın oldu. Aydındır, çox sağ ol. Sonra sual var. Mən 3 var mənim 3. 3. Baxaq 3'ə. Demişdik yenə birinci mötərizənin içindən başlayırıq hesablamağa. Yəni birinci bizim üçün olacaq A5, B8. Baxırıq hansı bərabərsizliyi ödəyir. 5 kiçikdir 8-dən. Yəni A kiçikdir B-dən. Birinci istifadə edəcəm. Birinci düsturdan 2A üstə gəl 3B-dən. A-nın yerinə 5, 2A üstə gəl 3B bərabərdir. A-nın yerinə 5 yazılıb. Olacaq 2 vurulsun 5 üstə gəlinsin 3 vurulsun 8 bərabərdir. 2 vur 5 10 3 vur 8 24. 10 üstə gəl 24 bizə verir 34 cavabını. Yəni mötərizənin cavabı 34'dür. Biz hesablamalıyıq 34 kvadrat 20'ni. 34 kvadrat 20. Baxıram ki artıq A'mız 34'dür. B'miz 20'dir. Artıq 34 böyükdür 20'dən. Yəni hansı düstur ödəyəcək? İkinci düsturumuz 3A çıxılsın 2B. Gətirib 3A çıxılsın 2B də yazıram yerinə. 3A çıxılsın 2B bərabərdir. A'mız bu səfər 34'dür. 3 vurulsun 34 çıxılsın 2 vurulsun 20. 3 vur 34 bizə verir 102 cavabını. 2 vur 20'də 40 cavabını verir bizə. 102'dən də 40 çıxanda bizə verir 62. Doğru cavab olur D variantı. Aydın oldu. Bəli, bəli mənim. Sağ olun. Aha. Çox sağ olun. Sonra sual qaldı başqa. Yəqin ki bu səssizlik sualın olmamağına işarətdir. Yəni sual yoxdursa bu mövzudan bu qədər kifayət edər. Baxaq yeni bir mövzuya. Artıq biraz rəqəmlərdən çıxmaq istədim. Bir fiqurlarla bağlı bir mövzu anlatmaq istədim. Buradakı fəza fiqurlarını seçdim. Fəza fiqurların bir hissəsini keçək. Fəza fiqurları başlayaq. Fəza fiquru bilirik ki, fiqurlar bölünür iki yerə. Bir müstəvi fiqurlar, bir də fəza fiqurları. Fəza fiqurları üç ölçülü fiqurlar gedir. Bunlar prizmalara, piramidalara bölünür. Biz birinci danışacağıq prizmalardan sayılan kubdan. Kub demək olar ki, bütün imtahanlara bəzən 1, bəzən isə 2, hətta bəxtimiz gətirəndə 3 sualın belə görmüşük. Kub sualından. İndi kubun 6 dənə üzü var. 12 dənə tili var. 8 dənə təpə nöqtəsi var. Bu üzlərin birləşdiyi hissələr tillər. Tillərin birləşdiyi nöqtələr təpə nöqtələri adlanır. Üzlər isə bu gördüyümüz hissələrdir. İndi kub davam edək. Kubun açılışları var. Kubun açılışları bizə üçün asan sualdır. Əsasən dövlət qulluqlarına düşür kubun açılışlarından. Amma bizi də yadda saxlamalıyıq. Kubun bu 4-1-1 açılışı və yaxud 1-4-1 açılışı deyilir. 4'ü ortada, biri yuxarıda, biri aşağıda. Göz yaddaşımızdan yadımıza saxlayaq. Kubun 3-3 açılışı var. 3'ü yuxarıda, 3'ü aşağıda. Kubun 3-2-1 açılışı. 3'ü ortada, biri yuxarıda, ikisi aşağıda. Digərini göstərim sizə, görünür. Və yaxud 3'ü ortada, ikisi yuxarıda, biri aşağıda. Bir də kubun 2-2-2 açılışı var. Misal üçün sual verirsə ki, kubun hansı açılışıdır, hansı açılışı deyil. Əgər bu açılışları görmürəmsə, deməli həmin kubun açılışı səhvdir. Kubun açılışları yalnız bunlardır. 1-4-1, 3-3, 3-2-1, bir də 2-2-2 açılışı. Bunları göz yaddaşımızdan yadımızda saxlamalıyıq.
İndi kəs, köçür, döndər qaydasından danışaq biraz. Nədir bu qaydalar? Bu qaydalardan sualları həll etmək üçün istifadə edəcəyik. Əvvəlcə kəsmək qaydası. Bilirik ki, bu kubu qapadanda müəyyən tillər bir-birinə birləşməlidir. Misal üçün, bu kubu xəyalən qapatsam, F-in bu tili gəlib C-nin bu tili ilə birləşəcək. F-in soldakı tili gəlib Y ilə birləşəcək. F-in üstündəki tili, misal üçün, bu tili gəlib hara ilə birləşəcək? B-nin yuxarıdakı tili ilə birləşəcək. Yəni, müəyyən tillər bir-biri ilə birləşir. Misal üçün, Y ilə T burada birləşir. T-nin sağındakı til gəlib A-ya birləşəcək. T-nin solundakı til B-yə birləşəcək. T-nin aşağısındakı til gəlib C-yə birləşəcək. C-nin sağındakı til gəlib B-yə birləşəcək. Bu kubu qapatsın. İndi bu kubun tillərin bir-birinə birləşməyi nəyə lazımdır? Kəsmək üçün lazımdır. Mən deyirəm ki, B-ni buradan olduğu kimi kəsib, gətirib C-nin yanına köçürdə bilərəm. Olduğu kimi gətirib köçürürəm. Heç yerə döndərmirəm. Yaxşı, mənim nəyimə lazımdır bu köçürtmək? Ola bilər, indi bizə bir dənə sual versin ki, belə bir sual. Desin ki, bu variant düzdür, yoxsa səhvdir? Ta ki, belə bir sual versin. Mən C ilə B-ni yanbayan görməliyəm axı. Desin ki, bu kub düzdür, yoxsa səhvdir? Mən C ilə B-ni yanbayan görməliyəm deyə C-ni B-nin yanına, B-nin C-nin yanına ötürmələr eləməliyəm. Ona görə deyirəm ki, qaydamız odur ki, B-ni olduğu kimi kəsib C-nin yanına apara bilərəm. Sonra başqa cür necə kəsə bilərəm? Ürəyim istəsəm, C-ni də kəsərəm buradan. B-nin yanına apara bilərəm. Heç yerə döndərmədən. Olduğu kimi gətirərəm, çəkərəm B-nin yanına. Kəsdim, apardım. Ürəyim istəsəm, buradan Y, T, B-ni hamısını kəsib apararam C-nin yanına. Amma ki, olduğu kimi heç yerə döndərməsəm. B, sonra çəkərəm Y, sonra çəkərəm T-ni. Heç bir qaydanı pozmaram. Elə bilin ki, bura yoxdur. Yeni bir kubu alındı. Amma ki, eyni kubun asılışıdır bu da. Deməli, bu oldu kəsmək qaydamız. Ancaq soldan sağa, sağdan sola kəsmək olar. Biz F-i kəsib T-nin yanına gətirə bilmərik. Bu qadağandır. Çünki F ilə T heç vaxt birləşə bilməz. Ancaq birləşirsə kəsib aparmaq olar. Sonra danışacağıq dönmək qaydasından. Dönmək qaydası nədir? 10 dəqiqəyə bitir, heç də olmaz, danışa bilərik elə. F-lə T-ni döndərəcəyik burada. Dedik ki, F-lə C-nin bu tilləri birləşir. Və bu birləşən tillər mənə icazə verir ki, F-i C-nin üstünə döndərim. F-i C-nin üstünə 90 dərəcə döndərsəm, 90 dərəcə döndərəcəm, alacaq bu vəziyyət. Yəni, F baxır C-yə. Eləcə də mən F-i Y-in yanına döndərə bilərəm. F alacaq hansı vəziyyəti? Bu vəziyyəti. Mən F-i buradan da B-nin üstünə döndərə bilərəm. Alacaq bu vəziyyət. Deməli, F-i soldan sağa, sağdan sola bu B, Y, A, C 4 dənə özün üstündə döndərə bilərəm. Eləcə də T-ni də döndərə bilərəm. T-ni A-nın üstünə döndərsəm, dərəcə, aha, alacaq bu vəziyyəti. T-ni C-nin üstünə döndərsəm, artıq 180 dərəcə dönəcək, olacaq üzü aşağı vəziyyətdə. Mən T-ni B-nin üstünə döndərsəm, alacaq bu vəziyyət. Ancaq bu qədər döndərmə eləyə bilərəm. Mən T-ni gətirib burada bir də B-nin üstünə təzədən döndərə bilmərəm. Çünki T ilə B ancaq bir dənə tildə birləşə bilir. Ancaq soldan sağa, sağdan sola döndərmək olar. Bu qədər. F-lə T-ni. 4 dənə üz boyu. Bir dənə nəyi döndərmək mümkündür? C-ni dedik axı, bu F ilə C-nin bu tili birləşir. C-ni F-in üstünə döndərə bilərəm də. O tillər birləşir deyə. C-ni döndərə bilərəm nəyin üstünə? F-in üstünə. Onda da C hansı vəziyyət alacaq? Bu vəziyyət alacaq. Aydın olur. Burada da B-ni T-nin üstünə döndərə bilərəm. B alacaq bu vəziyyət. İndi elə bilin ki, baxın, bu üzlər yoxdur heç. Bu üzləri silim.
Sildim bu üzləri. Baxın görün hansı açılış alındı. Bayaqları 4-1-1. 1-2-2 açılışı olacaq, Bəli, doğru. 4-1-1 açılışındaydı. 4-1-1. 4 ortada, biri yuxarıda, biri açılışı. Üzləri döndərməklə 2-2-2 açılışını aldım. Və yaxud az döndərsəm, heç misal üçün C-ni döndərim, B-ni döndərməsəm, B-ni pozaq, C-ni pozaq da olur, C-ni döndərmişik, C-ni pozaq. Fikirləşin ki, burada C yoxdur heç. Alındı hansı açılışı? 2, 3, 1 açılışı. Yəni kubun açılışları buradan yaranır. 2-3-1. Aydın oldu. Deməli, qısaca qaydamız nədir? Ən çox istifadə edilən qaydadan danışım. Biraz çətin gələ bilər. Ən çox F-i soldan sağa, sağdan sola döndürəcəyik. Bir də ki T-ni soldan sağa, sağdan sola döndürəcəyik. Bir də ki B-ni kəsib C-nin yanına gətirəcəyik. C-ni də kəsib B-nin yanına gətirəcəyik. Bura qədər sualı olan var. Xeyr. Aha, indi sual izahlarına baxacağıq, ətraflı başa düşəcəyik. Davam eləyək. Qarşı üzlər, qonşu üzlər qaydasından danışaq. İndi qarşı üz nədir, qonşu üz nədir? Qarşı üzlər kubu qapadan zaman qarşı-qarşıya qalan üzlərdir. Adından da görüntü kimi. Yəni, kubu qapadanda bir üz yuxarıdadırsa, bir üz aşağıda qalır. Bir üz soldadırsa, bir üz sağda qalır. Biri öndədirsə, biri arxada qalır. Dedim ki, biri yuxarıdadırsa, biri aşağıda qalır. Biri yuxarıda, biri aşağıda olanda, tutaq ki, mən kuba yuxarıda baxsam, yuxarıdan baxsam, aşağıdakı üzü görmərəm də. Biri yuxarıdadır, biri aşağıdadır. Yuxarıdan baxsam, ancaq yuxarıdakını görərəm. Ona görə deyəcəm ki, kubda qarşı üzlər heç vaxt görsənə bilməz. Yəni, mən heç vaxt 1 ilə 3-ü, 5 ilə 6-nı, 2 ilə 4-ü eyni şəkildə görə bilmərəm. İndi, bəs qarşı üzləri necə təyin edirəm? Baxın, 5 ilə 6 bir-birinə qarşı üzdür. Qarşı üzlərin ortaq dili olmur. Yəni, qarşı üzlər birləşə bilməz. 2-nin qarşı üzü 4-dür. 2-nin qarşı üzü 4-dür. Bunu qaldırım yuxarı. 2-nin qonşularına baxım. 2-nin qonşuları. Bax, 2 5 ilə qonşudur. 2 3 ilə qonşudur. 2 6 ilə qonşudur. 2 1 ilə qonşudur. Hamısı ilə birləşib. Bir dənə nə ilə birləşə bilmir? 4 ilə birləşə bilməz. Çünki 2-nin də 4 dənə tili var da. 4 dənə üz birləşib ona zaten. 2 ilə 4 birləşə bilməz. Ona görə deyəcəm ki, 2 ilə 4 qarşı-qarşıyadır. Qarşı üzlər arasında həmişə bir dənə əlavə üz olur. Misal 2 ilə 4 qarşı-qarşıyadırsa, çünki onların ortasında 3 var. 3 icazə vermir ki, onlar birləşsin. Kubun 4-1-1 açılışını yadımıza saxlamalıyıq. Bunu əzbərləməliyik. 5-in qarşı üzü 6-dır. Yəni, yuxarı ilə aşağı qarşı üzdür. 2 ilə 4 qarşı üzdür. 1 ilə 3 qarşı üzdür. Elə də çətin bir qayda deyil. Qarşı üzləri yadda saxlamaq. Deməli, qaydamız odur ki, burada qısa nəticə çıxardaq. Qarşı üzlər eyni şəkildə görsənə bilməz. Ancaq qonşu üzlər eyni şəkildə görsənə bilər. Qarşı üzlər görsənə bilməz. Qonşu üzlər görsənə bilər. Suala baxaq. Misal üçün, 7 nömrəli suala baxaq. Deyir, sual işarəsinin əvəzinə yazılacaq ədədləri müəyyən edin. Yəni ki, mən bu kuba, yəni 1, 3, 5 yazıb görə bilərəm, yoxsa yox? Ondakı variantlara baxırıq. Misal üçün, 6, 8, 3. Fikirləşirəm, 6, 8, 3 yazsam, baxıram indi kubun açılışına. Mənə indi kömək eləyin buradan qarşı üzləri tapaq. 5-in qarşı üzü nə olacaq? 6. Əla, 5-in qarşı üzü 6-dır. 8-in qarşı üzü 3. 3, əla. Deməli, 7-nin də qarşı üzü 1. 1-dir, əla. İndi baxıram, A variantına 3, 8, 6. 8 ilə 3 eyni şəkildə görsənə bilər. Xeyr. Görsənə bilmir. Qarşı Xeyr. üzlərdə. Çünki dedik 8 ilə 3 qarşı-qarşıyadır. 8 öndədirsə, deməli 3 arxadadır. Eyni şəkildə görsənə bilməz. Deməli, onda A variantı yanlışdır. Sonra baxaq digər variantlara. Misal üçün B variantı. 5 6 C'dir. B 6, 8, 1 səhvdir. 6, 8, 1. Baxıram indi 6, 8, 1-ə. 6-nın qarşısı 5-dir, yoxdur. 8-in qarşısı 3-dür, yoxdur. 1-in qarşısı 7-dir, yoxdur. Deməli, 6, 8, 1 bir-biri ilə qonşudurlar və eyni şəkildə görsənə bilərlər. Doğru cavab olur B variantı. Bu qonşuluğu da necə ifadə?
Bu qonşuluğu da necə isbat eləyəcəm sizə? Dedik axı 8-i kəsib hara gətirə bilərəm? Birin yanına. Birin yanına gətirə bilərəm. 6-nı da döndərib gətirə bilərəm birin yanına. Ta ki burada da olacaq 6. Yəni 6, 1, 8 eyni şəkildə görsənə bilir. İndi C variantı niyə görsənməz? Onu deyin mənə. C 5 ilə 6. Bəli, 5 ilə Üzdə 6 üz. qarşı-qarşıya olan üzlərdir. Eyni şəkildə görsənə 5, bilməzlər. 6, Aha, D D-də variantı 1 ilə neçədir? 7, 1 ilə 3 ilə 7, Bəli, 1, D-də 1 ilə 7, Y-də 3, 8. 3-dən 8. 3 ilə 8. Cavab oldu, doğru cavab B variantı. Hamıya aydındır. Sual olan var. Mən bir sual verə Yəni mən bilərəm. Sual verirsiniz, buyurun. 5 niyə 6 ilə qarşı üz olur? Onu fırlada bilirik deyə. Yox, fırlada bilmək deyil. Qarşı üz biz nə deməkdir? Kubu qapadanda, kubu qapadanda. Biri yuxarıda olur, biri aşağıda. Yəni qarşı-qarşıya qalırlar o üzlər. Biri yuxarıda olur. Tutaq ki, bax 6-nı yuxarıda yazmışamsa, 5 deməli aşağıda qalır da onda. Mən baxanda ancaq aşağıda görə bilirəm axı. 5 6 ilə 5-i eyni anda görə bilmərəm. Ona görə 6 ilə 6 5 qarşı-qarşıyadır. 6 1-in də üstündə olsaydı 5 ilə qarşı üz olurdu. Bəli, 6 1-in də üstündə olsaydı, yenə fərqi yoxdur. 6 ilə 5 yuxarıdakı ilə aşağıdakı həmişə qarşı-qarşıya olur. Başa düşdüm, çox sağ olun. Buyurun. Yaxşı, onda sizə vaxt verim. 39-un cavabını deyin. Görün 39-un cavabı nə olacaq? D variantı. B yoxsa D? D, D, D. D. Yoldaşlar da fikirləşsinlər. D. D variantı. Mən də D tapdım. D variantı. D variantı. Əla. A niyə olmur? Orada mən qarşı 4 ilə 3 qarşı Dörd. üzlər. Bəli, 4 ilə 3 qarşı-qarşıdır. Səhvdir. B-də 9-dan 9 7, ilə 7 qarşı-qarşıdır. C-də 5 ilə 5-dən 8. 8 qarşı-qarşıdır. 5, 8. Burada da